Salam, hər vaxtınız xeyir olsun. Dostlar, yenə bir məsələ ilə əlaqədar sizin qarşınızdayım. Deməli, burada nə baş verir? Bundan əvvəl mən bir video çəkmişdim və bu videoda məmurları tənqid eləmişdim. Haqlı tənqid eləyirəm. Çünki bunlar artıq milyardlar oğurlayırlar dövlətdən, dövlətçiliyə xəyanət eləyirlər və xalqın pulunu, varını, dövlətini mənimsəyirlərsə və bu dövlətə yaxın kanallarda ictimailəşirsə, mən də öz fikrimi bildirmişəm. Burada nə var ki? Biri çıxır, ağza erinin biri çıxır ki, və bu deməsəmi, bu dövlətə xəyanət eləyir, bu dövlətçiliyimizi şübhə altına alır və s. və ilə. Bunu mən almıram. Ay ağza erilər. Bunu mən almıram. Bir baxın, görün nədir, nə deyil, nədən danışılır. Danışılmamış, bir də görsən şərh yazırlar. Orada burada özlərini biabırçı vəziyyətə salırlar. Ki, güya ki, mənə hansısa bir udar vurmaq istəyirlər, hansısa mənə qarşı bir balaca əllərindən gələn çirkin əməllərini həyata keçirmək istəyirlər və baş tutmayacaq. Ölkənin dövlət təhlükəsizlik xidməti var, ölkənin prokuroru var, ölkənin polisi var. Bunlar səndən ağılsız mı çıxdılar ki? Bunlar da görürlər də kim kimdir. Nəhayət, insan nə qədər çörək itirən olar, insan nə qədər biri-birinin ayağının altını qazanır. Mən dəhşətə gəlirəm. Allaha and olsun dəhşətə gəlirəm ki, belə bir şey. Siz təsəvvür edirsinizmi? Bax, dövlətə xəyanətlə ittiham olunan Ramiz Mehdiyev, Mehriban xanım Əliyevanın düşmanı, Paşayevlərin düşmanı bugün əlini qolunu sallaya-sallaya evində lüks həyat tərzi sürür. Hansı ki, bu dəmir barmaqlıqlar arasında olmalıydı. Görürsünüzmü? Bu şimalın diktəsi ilə bu cür hadisələrin baş verməsi insanı təəccübləndirir. Və sonra deyirsiniz ki, İlham Əliyev niyə axı Ramiz Mehdiyevi o dəmir barmaqlıqlar arasına göndərmir? Göndərə bilmir. Göndərə bilmir. Çünki burada müəyyən qüvvələr var. Göndərə bilsəydi də göndərə bilərdi. Bu tərəf. Və bu o demək deyil ki, biz Ali Baş Komandana qarşı hansısa bir mənfi addım ataq, biz ölkənin birinci vitse-prezidentinə qarşı hansısa bir addım ataq. Bu bizdə elə bil ki, bir adət halını alıbdır. Siz təsəvvür edirsiniz, indi Ramiz Mehdiyev bugün səhər yəqin ki, Allahın köməyinə tutular. Bu tərəfi. Mehriban xanım Əliyeva hakimiyyətə gələndə Ramiz Mehdiyevi oradan bilirsinizmi, hansı demək, təkidlə onu oradan uzaqlaşdırdı. Uzaqlaşdırmaq da olmurdu. Gəldi Milli Elmlər Akademiyasına, oradan da uzaqlaşdırmaq olmurdu. Bunlar elə bir ünsürlərdir ki, bunları tutduğu vəzifədən uzaqlaşdırmaq üçün gərək bir tank lazımdır və sağ olsun Mehriban Əliyeva bu işin öhdəsindən gəldi. Siz təsəvvür edirsinizmi? Mehriban Əliyeva hansısa bir işin öhdəsindən gələn kimi başlayırlar. Mehriban xanım Əliyeva qarşı o qarayaxma kampaniyası həmin dəqiqə başlayır. Tərtər hadisələrinin açılmasında Mehriban xanım Əliyevanın göstərişi idi ki, tərtər hadisələri öz deməli ədalətli qiymətini tapsın. Başladılar ki, Mehriban Əliyevanın da əli var tərtər hadisələrində. Ramiz Mehdiyevin vəzifədən çıxarılmasını birbaşa Mehriban Əliyeva onu oradan rədd elədi. Amma Mehriban Əliyevanın qədir qiyməti bilinmədi. Yenə təqiblərə məruz qaldı. Deməli, Ramiz Mehdiyevin ətrafı Paşayevləri istəmir. Bunu bilin, bir mənalı şəkildə bilin. Buna görə də biz bir olmalıyıq. Hər bir hadisədə bu təhqirlərə yol verməməliyik. Siz təsəvvür edin, sosial məsələlərlə əlaqədar Mehriban Əliyeva öz müsbət fikirlərini ifadə edir, istəyir ki, xalqa köməklik göstərsin və göstərir də. Nəticəsi nə olur? Söyüş, sosial şəbəkələrdə çıxırlar, təhqirlərə yol verirlər. Biri var bu Azər Freedomun rəhbəri. Çıxır sırası, tərtər hadisələrində Mehriban Əliyevanı ittiham elətdirirlər. O bir ana da tapıb özünə. Fəridan adı bilmirəm kimdir. Bu ayıbdır. Bunlara qarşı biz mübarizə aparmalıyıq. Biz xalq olaraq mübarizə aparmalıyıq. Siz təsəvvür edirsiniz, bir insan sənin haqqında müsbət fikir ifadə edirsə, sən onu başa düşmürsənsə, sən elə ölümə məhkum olunmuş bir insansın. Ona görə də biz Mehriban Əliyeva haqqında o sosial şəbəkələrdə ağzına gələn o mənfi, negativ hallara yol verən insanlar haqqında biz mübarizə aparmalıyıq. Biz birləşməliyik.
Bugün Heydər Əliyev fondu bilirsiniz nə qədər insanlara yardım eləyir. Bu özümüzü o günə salırıq. Biz özümüzü hakimiyyətdən uzaqlaşdırırıq və bugün sosial şəbəkələrdə görürsünüz təhqirlərə yol verirlər. Kimlərdir bu təhqirlərə yol verən? Mən sizdən xahiş edirəm, onlara like'lar göndərirsiniz və sən onlara like göndərəndə bilmirsən ki, acından öləcəksən, bilmirsən ki, sən pensiyan kəsiləcək, sən Mehriban Əliyevanı təhqir eləyəndə bilmirsən ki, vəziyyətin o qədər də yaxşı olmayacaq. Sonra da başlayırsan, mənim balam xəstədir, ay Mehriban xanım, mən səndən kömək gözləyirəm. Sən ona nə kömək elədin? Bu işlərdə biz ona nə kömək elədik? Mən sizə söz verirəm, əgər biz belə getsək, biz belə davam edəsək, biz ölümə məhkum olmuş bir xalq kimi özümüzü bərbaşdan hazırlamalıyıq. Yox, biz hakimiyyətlə əlbir olmalıyıq və bu qarayaxma kampaniyalarına qarşı mübarizəni davam etdirsək, inandırım sizə, hər birinizə kömək olunacaq. Bunu mən sizə deyirəm. Və əgər bugün kimin köməyə ehtiyacı varsa, mənim orada telefon nömrələrim var. Mən sizdən xahiş edirəm, indi yazırsınız, amma çoxları konkret olaraq yazmır. Siz bilirsiniz nə qədər insanlara kömək olunubdur. Heydər Əliyev fondu tərəfinə kömək olunubdur. Mən kiməm ki, mən də adi qeyri-hökumət təşkilatının rəhbəriyəm. Əl-ələ verməliyik. Biz elə bir formada işimizi elə qurmalıyıq ki, biz həm dövlətdən dəstək almağı bacarmalıyıq və həm də ailəmizdə problem olmamasını təmin etməliyik. Bir də görürsən ki, çıxır. Bu yaxınlarda mən görmüşəm. Heyvanı itir, malı qarası itir, nə bilim, nə inir? Qoca nənədir, baxırsan. Deməli, deyir ki, mən bilirəm, bu polislərin dalında Mehriban Əliyeva durur. Belə olmaz axı, bu qədər insafsızlıq olmaz axı. Niyə qarayaxma kampaniyasına başlayırıq? Nə olubdur bizə? Buna görə biz Heydər Əliyev fonduna hər zaman yaxın olmalıyıq, dəstək olmalıyıq və öz problemlərimizi konkret olaraq bildirməyi bacarmalıyıq və onlar heç vaxtı bizdən demək olar ki, üz döndərməz. Hər zaman xalqa istədiyi formada köməklik göstərə bilər. Görürsünüzmü, sosial şəbəkələrdə xaricdə yaşayan blogerlərə bir də görürsən ki, öz dərdini ictimailəşdirmək üçün xaricdə yaşayan blogerlərə buradan videolar göndəririk, səs atırıq ki, bəs biz burada boğuluruq, ölürük. Niyə? Niyə boğulub ölürsən ki? Sənin dövlətin var, sənin dövlət rəhbərin var, sənin prezidentin var. Necə ola bilər ki, sən burada boğulub öləsən, onun da xəbəri yoxdur. Deməli, bunu sən özün yaratmısan. Sən özün, mən çoxlarla təmasda oluram. Birinin evini söküblər, hansı ki, bu su borusunun üzərindədir. Mənə müraciət elədi, getmişəm. Və orada deyir, çəkiliş yapar. Çəkilişi aparmaq istədiyim bir zamanda sırası başlayır ki, Paşevlər bizi yığıb boğaza. Bəsdirin də. Elə mən orada həmin dəqiqə bağladım, çıxdım, gəldim. Sən 10 il, 15 il, 30 ildir orada yaşayırsan. Sən 30 il müddətində Paşevlər sənin nəyini yığıb boğaza ki? Sən nəyə görə orada ev tikirsən və yaxud da ev tikmirsənmi? Əgər sən etiraz mı eləyirsən ki, uçurmasınlar? Sən birinci Fövqəladə Hallar Nazirliyindən, sonra Azərsudan danış, digər aidiyyatı qurumlardan danış. Sən elə örgədiblər ki, elə formalaşdırıblar ki, ölkədə nəsə bir şey, bir yanğın baş verir, hardasa nəsə baş verirsə, bunu gətirib Mehriban Əliyevanın ayağına yazmaq olmaz. Mehriban Əliyev Azərbaycan Respublikasında Azərbaycan dövlətçiliyinə sədaqətli bir insandır. Ramiz Mehdiyev kimi dövlətə xəyanətdə ittiham olunan bir insanı prezident administrasiyasından Mehriban Əliyeva uzaqlaşdırdı. Biz hər zaman bir məsələni diqqətdə saxlamalıyıq. Əgər biz istəyiriksə ki, ölkəmiz çiçəklənsin, əgər biz istəyiriksə ki, dövlətimiz şərəfli, ləyaqətli, namuslu bir dövlət olsun, biz hər zaman Mehriban Əliyevanın ətrafında olmalıyıq. Bunu bilmək lazımdır. Əgər biz bunu eləyəcəksə, biz bir dövlət olaraq həmişə iqtisadi cəhətdən də, siyasi cəhətdən də, mədəni cəhətdən də formalaşacağıq və normal bir dövlət, sivil bir dövlət olacağıq. Əgər biz bunu eləyə bilməyəcəksə, bizə olunan yaxşılıqları itirəcəksə, deməli bizim axırımız yaxşı nəticələnməyəcək. Ona görə də çöllərə düşüb başlayacağıq yalvarmağa.
Biz də başlayacağıq yalvar. Niyə yalvarırsan ki? Dövlət qurumlarında işləyən məmurlardır bu şəraiti yaradan. Və onlar istəyirlər. Bugün müxalifət nümayəndələri istəyirlər ki, xalq yalvarsın, bu hakimiyyəti gözdən salsın. Mehriban Əliyevanı gözdən salmaq üçün atılmış bir addımlardır. Amma biz bir şərəfli, ləyaqətli, namuslu bir vətəndaş olaraq əl-ələ verməliyik, birləşməliyik və dövlətə sədaqətimizi göstərməliyik ki, biz bu dövlətlə irəliləyirik və dövlət də hər zaman həmin o rıçaqlarından istifadə edib öz xalqına, öz vətəndaşına köməklik göstərəcəkdir. Bunu mən əminliklə sizə deyirəm. Kimin köməyə ehtiyacı varsa mənə yazsın. Mən onsuz da çox sayda məktublar alıram və bu məktubların demək olar ki 25-30%-ni Heydər Əliyev fondu həyata keçirir və Heydər Əliyev fondu onlara dəstək olur. Mən dəstək olası deyirəm ki, amma elələri də var ki, elə formada özlərini göstərirlər ki, Allah onları heç necə deyərəm, elə o zülmə də düçar olmalıdır. Azərbaycan xalqının vətəndaşları necə olar ki, sənə yaxşılıq eləyirsən, sonra sən başlayırsan həmin insan haqqında ağzına gələn mənfi emosiyalarla çıxış eləməyə sosial şəbəkələrdə və s. ilə axır. Bunlar yol verilməzdir. Bizim bir yolumuz var. Bu hakimiyyətlə əlbir olmalıyıq. Biz öz dövlətimizi qorumalıyıq və Allah Mehriban Əliyevanı qorusun. Mehriban Əliyeva olmasaydı, biz demək olar ki, nə Qarabağ alacaqdıq, nə dəmir yumruq olacaqdıq. Bunları bilmək lazımdır. Nə biz öz müstəqilliyimizi qazanacaqdıq və hər zamanda biz o ermənilərə baxanda gözümüz ayağımızın altında olacaqdıq. Heç vaxt başımızı dik tuta bilməyəcəkdik. Bunu bilmək lazımdır. Mehriban Əliyeva hakimiyyətə gələndən demokratiya var. Mehriban Əliyeva hakimiyyətə gələndən sivilizasiya var. Mehriban Əliyeva hakimiyyətə gələndən insan haqlarına hörmət var, insana hörmət var. Sadəcə Ramiz Mehdiyev ünsürü bunlara kölgə salır və bu da İlham Əliyevin ətrafında olan o bəzi qüvvələrdir ki, hansı ki ikiyüzlülük eləyir. Özünü İlham Əliyevə etibarlı bir kadr kimi artıq elə soxuşdurubdur ki, oradan o çıxmaq istəmir və öz adamlarını yerləşdirir. Hərə öz işliyini xırdalayır. Bugün məsəl üçün götürək, Bravonu götürək və yaxud da Araz Marketi götürək. Mehriban Əliyevanın qohumları işləmir orada. Orada işləyənin hamısı Azərbaycan vətəndaşıdır. Özdəki həmin məmurların dostu, əmisi, qardaşı, xalası, bibisi, bunların hamısı mı ermənidir? Orada bir hadisə baş verən kimi Bravoda sıraz Mehriban Əliyevanın adını çəkirlər. Allah sənin evini yıxsın. Mehriban Əliyev gəlib orada o vaxtı keçmiş mallara mı baxır? Və yaxud da orada kimisə gətirib oraya rəhbər vəzifəyə mi təyin edir? Yenə həmin məmurlardır. Biz mübarizəni düzgün aparmağı bacarmalıyıq. Biz məmurlara qarşı mübarizəmizi elə aparmalıyıq ki, əlbir olmalıyıq və öz fikirlərimizi tam şəkildə ifadə eləməliyik. Burada Mehriban Əliyevanın heç bir günahı yoxdur. Sadəcə vətəndaşları öyrədirlər ki, bunun bütün sahələrdə öyrədirlər ki, əgər hardasa, hansısa bir mənfi hərəkət varsa, onu Paşayevlərin ayağına yazınlar və həmin dəqiqədə pul verirlər ki, ictimailəşdirin. Bizim başımıza gəlib, bunların hamısı başımıza gəlib. Xəyanətkar o qədər insanlar var ki. Amma bunun haqqında heç bir prokurorluq orqanı, dövlət təhlükəsizlik xidməti, heç biri dəfələrlə deməyimizə baxmayaraq elə olub da, belə bir şey olub. Amma bir başqası bu cür hallara yol versə, həmin dəqiqə bir də görürsən ki, gəlirlər ki, bunlardan icazəsiz təhqirə yol verirsə, görürsünüzmü, tutduq, sizi təhqir eləyirdilər və gedir göstərirlər. Ancaq biz əlbir olmalıyıq. Hansı problemimiz varsa, mən sizdən xahiş edirəm, heç vaxtı gec deyil. Həmin problemin həll olunmasını siz mənə göndərirsiniz. Mən məktub vasitəsilə onu Heydər Əliyev fonduna göndərəcəm və siz 15 gün müddətinə, 20 gün müddətinə, 1 ay müddətinə həmin problem əgər ədalətli şəkildə, qanuna uyğun şəkildə sizin xeyrinizə həll olunacaqdır. Əgər burada qanunun tələbləri pozulmursa,
Sən cinayət eləyirsən, sonra deyirsən ki, məni burada mənə köməklik göstər, belə şey olmayacaq. Bəlkə narkotiklə məşğulsan, sən deyirsən ki, mənə köməklik elə, bunu heç kim eləyə bilməz. Amma başqa məsələlərdə, pensiyanın alınmasıdır, digər məsələlərdə sosial sıxıntıları olan insanlar, köməyə, yardıma ehtiyacı olan insanlara biz hərtərəfli yardım göstərməyə hazırıq. Və bunu mən öz başıma eləmirəm. Yəqin ki, sizin məktublarınız əsasında Heydər Əliyev fonduna biz müraciət olunur və Heydər Əliyev fondu həmin dəqiqə 10 gün, 15 gün müddətinə, 1 ay müddətinə aidiyyatı qurumlara göstəriş verir və sənin probleminə maraqlanırlar. Diqqətinizə görə sağ olun.